Hər birinizi salamlayıram. Bugün istəyirəm ki, biraz fərqindəlik haqqında danışaq. Həm məkanın gözəlliyi, həm də digər məsələlər icazə versə, inşallah ki, bugün fərqindəlik haqqında danışmaq istəyirəm. Fərqindəlik deyəndə biz əsasən nə edirik? Həyatımızda yaşadığımız hər hansı bir hadisələrə doğru bir şəkildə reaksiya verməkdən söhbət gedir. Yəni yaşadığın hadisə olsun, təbiətin özü olsun, insanlar olsun, duyğular olsun, bunların hamısının fərqində olmaqdan söhbət gedir. Düzdür, təəssüflər olsun ki, fərqində olmağın nə olduğunu aşağı-yuxarı hər kəs bilir, müəyyən oxumalar edirik. Amma bu oxumalarla biz nə dərəcədə bu həyatı reallaşdıra bilirik, nə dərəcədə bunu edə bilirsə, bu özü bir sual altındadır. Gün içində hansı duyğularla yaşayıramsa, hansı duyğular mənim üçün önəmlidirsə, onları bir vərəq tutub yazmağa. Misal verirəm, deyək ki, hər hansısa bir hadisəyə əsəbləşmişəm. Orada yazıram ki, mən bugün filan hadisəyə əsəbləşdim. Duyğumun adı yazıram əsəb. Soruşuram özümə ki, niyə əsəbləşmişəm? Cavabını orada mütləq şəkildə qeyd edirəm. Deyək ki, əslinə qalsa mən əsəbləşmişəm filan şəxsə, amma mən o şeyə görə işimin alınmamağına əsəbləşmişəm kimi nümunələr ola bilər. Bu bizim gün içində keçirdiyimiz hər bir duyğunun fərqində olmasına gətirib çıxarasıdır. Mümkün mərtəbə çalışaq ki, yazaq, çünki yazmadan bunu həyata keçirmək, reallaşdırmaq mümkün olan bir şey deyil. Ona görə çalışaq ki, biz həyatımızda bunu yazaq və duyğularımızın hər birinin fərqində olmağa çalışaq. Bu duyğularımızı deyək ki, yazdıq. Bunları yazdıqdan sonra özümüzə sual verək. Mən orada hansı reaksiyanı verə bilərdim? Əslində necə idi? Mən necə reaksiya verdim? Bunların hamısını bir-bir özümüzə sual verək və ümumi bir analiz edək gün içində mütləq şəkildə özümüzü. Və bu analiz bizi artıq bir müddət sonra Allahın izni ilə yavaş-yavaş öz duyğularımızın fərqində ola bilmə potensialına gətirib çıxardasıdır. Burada təbii ki, bunu bir gün içində, bir neçə saatın içində reallaşdırmanın mümkün olduğunu deyə bilmərəm. Zaman içərisində bölərək yavaş-yavaş Allahın izni ilə bir müddət sonra duyğularımızın, hisslərimizin, hadisələrin fərqində olmaqdan söhbət gedir. Bir digər məsələ də bu təbiətdə baş verən hadisələr olsun, bu gözəlliklər olsun, bunların hamısının fərqində olmaqdan söhbət gedir. Yəni mən bəzən elə olur ki, insan həqiqətən ümumiyyətlə həyatın fərqində olmur, keçmiş hadisələrə ilişib qalır və bu ilişib qalmış hadisələr onu irəli getməyə olsun, inkişaf eləməyinə olsun, bunları eləməyinə mane törədən məsələlərdən birisi olur. Və mən də tövsiyə edirəm ki, əgər bizim də belə bir sıxıntımız varsa, belə bir problemi həll eləməyə çalışırıqsa, onları mümkün mərtəbə gözəl bir şəkildə həyata keçirməyə çalışaq. Çünki insanın hər hansısa bir hadisəyə fərqində olmaması, həyatdan qopuq bir şəkildə yaşaması, nəticə etibarilə müəyyən bir müddət, deyək ki, ortalama 80-90 il yaşayan bir insan üçün sonda geriyə dönüb nə etmişəm baxanda bu həyatın fərqində varmamışam kimi cümlələr ola bilir. Və mən də düşünürəm ki, əgər biz həyatın fərqində varmaq kimi bir qayəmiz, bir hədəfimiz olarsa, ki bu olmalıdır. Çünki bu həyatda elə də çox yaşamırıq. Həyat çox sürətli bir şəkildə gəlib keçir. Bəzən bu həyatda yavaş bir şəkildə həyatımızı gözəl bir şəkildə yaşamağa ehtiyac hissi yaranır. Ona görə də çalışaq ki, belə tövsiyə edirəm ki, həyatımızı öz axınında yaşaya bilmək üçün hadisələrə, keçmişdə yaşanmış hadisələri bir bağlayaq, qoyaq qırağa. Ola bilər duyğularımız incinib, bizi qırıblar, bizi saymayıblar, bizi həqiqətən də çox pis vəziyyətdə olmuş ola bilər. Düzdür, çoxumuz hələ də həmin o insanlarla ünsiyyət saxlaya bilir. Amma əksərimiz elə eləyirik ki, o ünsiyyətdən bizim heç birimizin xəbəri olmuş olmur. Yəni burada onu demək istəyirəm ki, biz əgər ətrafımızdakı insanların bizə yaşatdıqları o keçmişdəki məsələlərə görə daim onları düşünüb, o mənə bunu elədi, o mənə belə elədi kimi düşüncələrlə özümüzü yorsaq, biz heç bir keyfiyyətli bir həyat yaşaya bilmərik. Təbii ki, bizim qayəmiz Allahın rızasına uyğun bir şəkildə həyat yaşamaq. Təbii ki, bu yaşamaq da həyatın, yaşadığın bu anın fərqində olmaqdır. Əgər sən özündən bu gözəl bir təbiət əsəri görürsənsə və düşünürsən ki, məsələn, deyək ki, parkda oturmusan, bir dostunla dalaşmısan və əvvəldə bu parkda oturub siz əylənirsiniz, söhbət edirsiniz. Deyirsən ki, gəlmisən həmin parkda oturmusan, öz-özünə deyirsən ki, qabaqda mən dostumla belə burada hadisə yaşamışdım. Yəni o situasiyada yaxşı şeyləri yada salmaq varkən, sən ancaq neqativə köklənərək, yəni neqativləri ön planda tutaraq nələrisə izah eləmək həqiqətən də insanın öz ruh halına da pisdir. Duyğularına da və gələcək həyatına da iz buraxan məsələdir. Düşünürəm ki, əgər həqiqətən də həyatımızın fərqində olsaq, biz niyə yaşayırıq, nəyə görə yaşamışıq? Bu, böyük şəxsiyyətlərin də olur. Hər daim özünə vermiş olduğu sualdan birisidir. Hətta fəlsəfənin ən təməl məsələlərindən birisi də burada dayanır ki, insan nə üçün yaşayır? Bu sualın cavabını tapmaq özü-özlüyündə bir ömür istəyir. Düzdür, insanın yaşam məqsədini tapmaq, yaşam qayəsini tapmaq inanclı biri üçün çox asandır. Amma özünü inanmaq istəməyən, bu həyatın fərqində olmayan, özünün fərqində olmayan, duyğularının fərqində olmayan
əslinə qalsa tam bir boşluğun içinə düşür və bu həyatda qayəsini müəyyən əlaqələndirə bildiyi hər bir şey bu məsələni əlaqələndirmiş olur. Hətta mən bu mövzuda tövsiyə eləyərdim ki, insanlar bu həyatın ürəyin kardioqrammasına bənzər bir həyatın olduğuna inanmamızı artıq eləyək. Çünki düz bir həyat yoxdur. Ürək də əgər aparatda düz görsənərsə, xətt düz olarsa, bu həmin insan üçün o həyatın bitmə mənasına gəlir. Ona görə də biz ürəyin kardioqramması kimi bir həyatımızın olacağına, enişlərin, çıxışların, yüksəlməklərin və alçalmaqların mütləq şəkildə olacağına inanaraqdan həyata bu perspektivdən, yəni bu baxış bucağından baxsaq, ümid edirəm ki, hər birimizə faydası olasıdır. Bir digər məsələ də həyatımızın, insanlarla olan münasibətimizin fərqində olmaqdır. Mən bir insana bu sözü deyirəm. O insan mənə bir söz deyə bilər. Mənə olmadığım bir şəxsin funksiyasını verə bilər və mənə deyər ki, sən filan hadisələri bu formada eləyirsən. Sən belə insansan, sən belə davranırsan, sən çox kobud insansan və ya sən bəzi məsələləri çox böyüdürsən kimi müəyyən ifadələrlə səni ittiham eləyə bilər. Sən onun dediklərini nə qədər yansıdırsansa, bunu özünə sual verməlisən. Adətən özünü kəşf eləməmiş insanlar, bu tip insanlar onlara deyəndə ki, sən eləsən, sən beləsən deyəndə onu o formada qəbul eləyib və özünü elə olduğunu zənn eləyir. Amma reallıqda özünü tanıyan insan bilir ki, bu həqiqətən də o situasiyada və duyğularının, bax, bu adam duyğularının fərqindədir, özünü də kəşf eləyib müəyyən bir qədər və nə edir? Bundan sonra artıq adam ona deyəndə ki, sən eləsən, sən filan xasiyyətin belədir, sən indi mənə bunu elədin deyəndə, o adam üçün böyük bir fərq eləmir. Nəyə görə? Çünki o adam bilir ki, o situasiyada mənim duyğum bu yöndə idi və mən o duyğumun mənə verdiyi ani bir instinktlə hərəkət eləmiş ola bilərəm və mənim hərəkətim də bu duyğumun əsasındadır. Əslinə qalsa mən reallıqda belə bir insan tipinə sahib deyiləm. Bu kimi cümlələrlə artıq biz nə edirik? Bu özünü tanımış, özünü bu həyatda kəşf etmə yoluna addım atmış insanların bizə verdiyi duruşdur. Həmçinin ola bilər ki, həmin bu insanlar sizə ittihamlar eləyə bilər. Dediyim kimi, bu ittihamları özünüzün birbaşa üstünə götürmədən əvvəl düşünmək lazımdır ki, mən həqiqətən də nə qədər bu ittihamları özümdə doğrulduram. Bu ittihamların hər biri nə qədər əhəmiyyət kəsb edir ki, mən onların sözlərindən bu qədər əhəmiyyət verirəm. Təbii ki, yenə deyirəm, bunu deyən bizim ən yaxın insanlarımız ola bilər ki, biz onların sözlərinə qanun, qayda kimi öz həyatımıza tətbiq eləməyə çalışa bilər ki, bu adam bu sözü deyirsə, demək ki, altında nəsə bir məna yata bilər. Bunu eləyə bilər, yaxınlarımız ola bilər. Ən dəyər verdiyimiz insanlar belə bizə bəzən səhv ittiham eləyə bilərlər. Eynilə bu ittihamlardan yola çıxaraq biz əgər özümüzün elə olduğunu zənn eləyərsə, bu da həyatımızın yaşanmaz bir məcraya gətirib çıxardır. Bir də onu qeyd etmək istəyirəm ki, bu həyatda yaxşılıqların, xoşbəxtliklərin, təbiətin hər birinin fərqində olmaq çox önəmlidir. Əgər mən bu gözəl təbiətdə oturmuşamsa və bu gözəl təbiətin fərqində deyiləmsə, yəni sənə nələr verilsə də, qızıllar verilsə də, yenə də onun fərqində olmayacaqsan. Çünki Adəmoğlu daha çox qazanmaq istəyir və ona həyatındakı nemətlərin də ən gözəl zənginlik əlindəki nemətin qədrini bilməkdir deyilir. Yəni əgər mən əlimdəki nemətin qədrini bilirəmsə, fərqindəyəmsə bu nemət mənə verilib və mən o nemətdən doğru bir şəkildə istifadə edə bilirəmsə ki, bura həyat nemətinin özü belə daxildir, çox böyük bir nemətdir. Allah bizə bu gün yaşama şansını verirsə, yəni bir nəfəs alıb verə bilirsə, bu bizim üçün hələ də Allah tərəfindən verilmiş bir şansı necə dəyərləndiririk, bunu özümüzə sual verməliyik. Sevdiyimiz insanlardan bu kimi şeylər eşidəndə dediyim kimi onlara fikir vermirik, öz həyatımızı yaşamağa çalışırıq. Və bir də fərqində olmaq dediyimiz məsələdə bir məsələni də qeyd etmək istəyirəm. Uşaqlıqda ola bilər ki, nələrisə eləmək istəmişik, eləyə bilməmişik və indinin özündə müəyyən hadisələr eləmək istəyirik, müəyyən şeyləri reallaşdırmaq istəyirik. Amma hadisə imkan vermir, nəsə bir şey olur, imkan olmur onu eləmək. Amma sizdən bir şey xahiş edəcəm ki, əgər belə bir situasiyada yaşayırsınızsa, mütləq şəkildə özünüzə bir vaxt ayırın. Necə bir vaxt ayırın? Özünüzün istədiyi şeyi eləyin. Uşaqlıqdan ağlınızda qalıb eləyə bilmədiyi şeylər eləyin. Ağlınızda olan hər bir şey, edə biləcəyim hər bir şey deyə bir dəftər tutun, yazın başına nə eləyə biləcəksinizsə. Onların hər birini yazdıqdan sonra başlayın imkan daxilində hamısı həyata keçirmək. Çünki belə şeyləri etdikcə keçmişə ilişib qalmaqdan, qurtulmaq da mümkündür. Yəni adam artıq müəyyən hərəkətlər edir, müəyyən yeni şeylər kəşf edir. Həm bu sənin yeni duyğuların ortaya çıxmasına, sənin fərqli versiyaların ortaya çıxmasına gətirib çıxarır, həm də gözəl bir şəkildə bu həyatı yaşamağa dəstək vermiş olur. Ona görə də yeni şeylər eləməkdən yaşımızın fərqi yoxdur. Məsəl üçün, deyək ki, uşaqlıq velosiped sürməyi bacarmırıq, öyrənə bilməmişik. Amma 30 yaşımız var, 35 yaşımız var və ya daha çox yüksək yaşımız var və yaxud da deyək ki, hələ gəncik, yəni. Mütləq şəkildə gedək o velosiped sürməyi öyrənək. Yıxılsaq da, dursaq da bu qorxumuzun öhdəsindən gəlir. Hətta Lev Tolstoyun velosiped sürməyi 65 yaşında öyrəndiyini eşitmişdim.
Bu bilmirəm nə dərəcədə doğrudur, amma ən azından buradan bir dərs çıxarda bilərək ki, bir şeyi öyrənmək üçün mütləq şəkildə onun gənc yaşda edilməsi əhəmiyyət kəsb eləmir. Qoca yaşında da bunu eləyə bilərsən, orta yaş dövründə də bunu eləyə bilərsən. Yetər ki, sən o şeyi eləmək istə, öz duyğularının, öz istəklərinin fərqində olasan. Təbii ki, bu fərqində olmaq məsələsi də elədir ki, dediyim kimi, bunlar zamanla, müəyyən şeylərin oturması ilə baş verən bir şeydir. Yəni, bir gün içində mən oturdun, hər şeyin fərqində olan bir insan tipi oldun. Belə olmur. Yavaş-yavaş duyğularının fərqində olmalısan. Çünki 3D prinsipi var. Duyğu, düşüncə, davranış. Sən birinci, əgər nəyisə dəyişmək istəyirsənsə, fərqində olmadığın bir məsələ varsa, düşüncələrində deyək ki, hər hansısa bir məsələ varsa, sən birinci duyğuya yönəlməlisən. Çünki duyğu düşüncələr də davranışa təsir edir. Sən əgər bunların sistematik bir şəkildə bunları analiz edib, sintez edib, nəticə etibarilə sonda gətirib, bunların hər birini bir məcrada birləşdirməsənsə, bu sənin üçün çətin həyat tərzinin gözlənilməz olduğunu göstərir. Və bir də hər gün mümkün mərtəbə hər gün olmasa da həftədə bir dəfə, ayda 2 dəfə, nə bilim, çalışaq ki, ən azı həftədə bir dəfə kütləmizi dəyərləndirək. Mən bu həftədə nə etməli idim, mən nələri etdim, burada duyğularım necə idi, duyğularımızı yazaq, yəni yazmaqdan çəkinməyək, ərinməyək, yazın pis olsun, fərq eləmir, yəni yazının orada möhtəşəm olmanın ehtiyac yox. Götür vərəqə, cızmaqara elə, yaz, 1-2 qoy, 3 dənə gündə ən azı duyğunu yaz. Mümkün deyil ki, sənin duyğuların gün içərisində çoxlu şəkildə dəyişməsin. Çünki insan duyğuları bir növ göy quşağı kimidir, dəyişə bilir. Bunu idarə edən insanlar, idarə edə bilməyən insanlar var. Təbii ki, idarə edən insanlar da duyğularının fərqində olan insanlardır. Elə buna görə də nə etmək lazımdır? Yazmaq, yazaraqdan öz duyğularımızın fərqində olmaq. Və inanın mənə ki, duyğuları yazdıqsa görəcəyik ki, biz yavaş-yavaş hansı duyğulara necə yanaşırmışıq. Bu hadisəyə mən necə yanaşmalıyam, o hadisəyə mən necə yanaşmalıyam və burada necə eləməli idim və necə elədim kimi sualların cavabını çox qəşəng tapmış olasıyıq. Düşünürəm ki, fərqindəlik mövzusu bununla da aydın olmuş olar. Əgər nəsə sualınız varsa, şərh bölməsində yazın. Bildiyim sual olsa cavablandıraram, bilmədiyim olsa axtarıb, öyrənib, araşdırıb sizə verməyə çalışaram. Məni dinlədiyiniz üçün çox sağ olun. Bugünkü videomuzu elə təbiətin qoynunda çəkmək qərarına gəlmişəm. İnşallah ki, gözəl almış olar. Özünüzdən müayət olun. Allah amanında görüşənədir.